boyalar nə dərəcədə təhlükəsizdir? Boyalar hansı ki istifadə olunur flak əməliyyatında ümumiyyətlə ISO sertifikatı ilə icra olunub, yəni ki, onlar keçirlər ISO sertifikatından, yəni ki, bu Avropa sertifikasiyasıdır. FDA hələlik bu sertifikasiyanı yəni ki, verməyib. Bu iki dənə kompaniyadan Neoris və Biotech boyaları icra edirlər və bu kompaniyalar icra edirlər bu boyaları artıq mən bilən yəni ki 12-15 ilin arasında 12-15 ilin arasında və boyalar hər dəfə daha müasirləşirlər və hər dəfə müasirləşərək yəni ki onun reaksiyası yəni ki istifadə olunaraq gözdə problem törətmir artıq. Və artıq mən sizə deyim ki, yəni ki mənim çox yaxın bir dostum Jorge Alio, yəni ki çox tanınmış bir cərrah, ümumiyyətlə Avropada və Amerikada. Yəni ki o bu insan olub, yəni ki bu flak əməliyyatının pioneri və Jorge Alio mən dəfələrlə söhbət edərək bu haqda, yəni ki heç vaxt mənə bir vurğulamayıb ki, yəni ki bu əməliyyatlardan yaxud da ki bu boyalardan hansısa bir problem olunub xəstələrdə.